UEFA Çempionlar Liqasının play-off mərhələsinə bugün start verilir. İlk oyun günündə 4 qarşılaşma baş tutacaq və futbol azarkeşlərini maraqlı mübarizə gözləyir. Türkiyə təmsilçisi Galatasaray doğma meydanda İtaliya nəhəngi Juventusu qəbul edəcək. Qarşılaşma saat 21:45-də start götürəcək. Bu oyun artıq böyük maraqla gözlənilir. Play-off mərhələsinin digər qarşılaşmaları isə növbəti gün 18 fevral tarixində keçiriləcək. Azərbaycan çempionu Qarabağda məhz 18 fevralda azarkeşləri sevindirəcək. Ağdam təmsilçisi İngiltərənin Newcastle klubunu qəbul edəcək. Görüş saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Cavab qarşılaşmaları isə bir həftə sonra keçiriləcək və mərhələnin taleyinə həmin oyunlarda aydınlıq gələcək. Bizi böyük futbol gecələri gözləyir. Daha çox belə xəbərlər üçün kanala abunə olmağı unutmayın.